Böyük bax təməl səbəblərdən bizim mentalitet deyil. Əslində heç mentalitetimizdə elə bir şey yoxdur deyə düşünürəm. Çünki mənim nənəmdən, nənəsindən qalan bir deyim var ki, mən ailəni elə tanımlayıram. Ailə dediyimiz şey əslində bir qaladır. Qalanın, yəni qədimdən söhbət gedir. Yəni biz burada mentaliteti təbii ki, hər şeyin bir mənfi tərəfi də var, müsbət tərəfi də var, amma mentalitet deyiriksə, bax burada bir müsbətliyi var ki, qalanın sadəcə bir qapısı var. Və pəncərələri o qədər kiçikdir ki, sadəcə gün işığını qəbul edir. O içəridə nə baş verirsə, çöldəkilər görməməlidir. Mənə elə miras deyim, ya da nə bilim, elə bir söz deyim qaldı ki, sənin ailən də bir qalaya bənzəməlidir. Qadın kişi o qalanın içərisinə girdisə, istər mübahisə etsinlər, istər təbii ki, hər şey bir çərçivə ilə, hər şey bir sərhədlə, şiddət falan kimisindən deyil. Hər ailədə, heç ailə kənara dursun, rəfiqələr arasında, dostlar arasında belə mübahisələr olur. Bu əslində gözəl bir şeydir ki, sən özün nəyi sevmədiyini deyirsən qarşı tərəfə. Amma bir də var ki, qız gedir öz anasına, atasına deyir ki, hə, bax, mənim yoldaşım mənə bunu elədi, onu elədi. Ya da oğlan gedir öz anasına, atasına deyir ki, bax, qız bunu etdi, onu etdi. Qadın kişi unuda bilir bu konflikti, amma qarşı o tərəflərdən, çünki valideynsən, övladına qarşı olmuş bir haqsızlığı istər nəvəsinin anası olsun ya atası olsun, unuda bilmirsən. Və bax o şiddətli dediyiniz o ailə ki, boşanmış ailənin əslində təməl problemi odur ki, o münasibət quranlar o qədər emosional olaraq aşağı yaşda olurlar ki, o problemi həll edə bilmədikləri üçün valideynlərinə baş tuturlar. Və valideynləri isə o problemi həll etmək yerinə kin saxlayıb daha böyük bir reaksiya verərək iki valideyn arasında konflikt baş verir.